Bir gün bir professor mühazirəyə gəlir və görür ki, sinifdə yalnız bir nəfər adam var. O da onun acığına gəlir, çıxıb getmək istəyir. Amma sonra geri qayıdır və düşünür ki, əgər çıxıb getsə, ən azından o bir nəfərə qarşı hörmətsizlik etmiş olar. Və yaxınlaşıb deyir ki, baxın, yəni görürsünüz ki, heç kim yoxdur, təkcə siz varsınız. İstəsəniz təkcə mühazirəni sizə deyə bilərəm. O da deyir ki, ola bir şey deyə bilmərəm professor, mən Mehtərəm. Tövləyə bir at gəlsə də, 100 at gəlsə də yemini verirəm. Professor da deyir ki, hə, yaxşı. Başlayır mühazirəni danışmağa. 2 saatlıq mühazirəni bir 5 saat çəkir, 5 saat danışır. Bitirəndən sonra deyir ki, bəs cənab, nə düşünürsünüz? Bəyəndinizmi? Deyir, valla mən bir şey deyə bilmərəm, professor. Mən Mehtər adamam. Yəni tövləyə bir at gəlsə də, 100 at gəlsə də hamısının yeməyini verirəm. Amma tövləyə bir at gələndə qabağına 100 atın yemini atmıram. Yəni hər kəs dərk etdiyini eşitməyə meyllidir. Bəli, danışmağın əhəmiyyəti çox vacibdir. Amma insan gərək deməyə sözü olduğu üçün danışsın. Yoxsa nəsə deməyə məcbur olduğu üçün yox.